Salam dostlar, salam dostlar. Bugün sizinlə birlikdə bugün atdığım Lucky Block iterək pul qazandığımız oyunun 2-ci hissəsini çəkirik. Bu səfər yanımızda Pərviz də var. Bu səfər yanımızda Pərviz də var. Biz oyunumuzda oynayanda 72 milyon pul yığılıb və Pərviz salam deyir. Necəsiz deyir, uşaqlar yaxşıdır. Siz də Pərvizə salam deyin. Yorumlarda bildirin. Pərvizin bu 2-ci videosudan, ama bunun da səsi danışmır. Biz oyunda oynayanda 72 milyon pul yığılıb. Pərviz də ki, indi oynayırdı. Buradan da biraz pulumuzu yığaq şükürlər. Buradan nə qədər pul yığılıb. Pul yığıldı. Pərvizə bir tane buraya söylüyor buradan. Bunu verəydik Pərvizə. Bunu verək. Belki bunu verək. Bu ikisini Pərvizə verək. Burada 60 veren var. Bunu götür. Bunu biraz aktifli Pərvizə verək. Böyle. Üçün Pərvizə verək. Pərvizin beyzarlar biliyorsun. Verək. Bırak şimdi beyzili. Bırak boş beyzili. Pərvizin beyzin var. Pərviz sen beyzin orada. Bura adam geldi. Neyse birazdan görərik Pərvizin beyzin. Geçen videoda bunu kazanmıştık. Bunu qoyaq bir dənə mesajına. Özümə gəlsən bir amaç qoyuram ki, bütün brain rotlarını ən az 20 leveliyim. Bu 19'dur, bu 20 oldu, bu 19'dur, bu 20 oldu. Sonra bunun içəli 17. Bunu da 20 yiyək. Bunu vaxtın Pərvizə veririm. Çünki bu da çok takış vericiyle. Şimdi bunun içəli 25'dir bu. Belki 19'dur, 20 oldu. Pərviz bizim oyunu gələndir deyəsən. Boş yer var axı. Gözükən ona özü qatılacaq. Bir tane Lucky Block ataq deyəcəkdim. Görək Pərvizin beyzanını. Ha burada. Gel burada. Gözde burada. Trade atmak hakkı. Vermiyor mu diyorsun? Gözde bunda. Bak şu trade yeri var. Trade. Ayda buraya sonuna olmadı diyorsun. Yoksa olacağım sen. Gel buraya ama. Olmadı bir tane sonuna yok. Sağdan mı? Ama Pərvizə biraz verəməyəcək maalesef. Pərviz özü kasılacaq şeydən ağarıq. Buradan götürəmirik. Bəs buradan hər şey olduqdan sonra. Pərvizə biraz verəmirik. Mesela görək burada ağırlıqlardan nəsə ala bilirik. 800 milyonluq almışıq. 350 milyonluq var. O da ona da pul yığarıq. Onda o 2000 verən qoyaq da bezimizdən ağarıq. Neyse tez koyduğumuz upgrade'ye biraz. Upgrade'de 20 level ediyor. Şuraya ne kadar verir. Aşı bırakmış. Bu taş biraz çok upgrade ediyor. Bu neyse. Şimdi biraz müşkül istiyor. Böyle. Oyunun sesinde alaqçı böyle. Narahat eləməsin sizi. Düğə çantamızda ne var? De bu. Oyunda olmayanda oyun özünə deyirsən pul kasır, nə qayır heç bilmirəm. İndi bunu işlədək. İşlətdiyi görə nə qədərdir? 28.100 yığılıb oyunda olmayanda. İndi görək. İndi bir dənə ataq görək. Qud atdıq və şansımız sağda şansımız oradan bakabilirsiniz. Lucky Block'un da yanında metre var. 500 metre getdik. Şansımız 1000 oldu. 600 metrede getdik. Şansımız da 1000'dir. Epik gələcək yəqin ki. Görək hansı epik gələcək və 80 veren gəldi. Kota hipotanı gəldi. Benzin sürüşən üçün buradan da sürüşürük və çatdıq. Bir dənə də ataq.
Buraya indi gəlir. İndi Rare də gələ bilər, Epic də gələ bilər. Çünki şansımız az idi. Satmışdıq. Lililərlə gəldi. 50 verən. 53 min gücümüz var. Heç də pis deyil. İndi bunları qoyaq bura. Bezimizə. O birisləri də sataq. Şimdi bunları 20 level eləyək. 21 oldu, heç olmaz. Bunu da 20 level eləyək. Bu da 22 level oldu. Bu əlimizdə boş qalanları da sataq da. Pərviz hələ ki öz üçün kasılır. Videonu dayandırıb əslində Pərviz üçün kasılmağa bax verə bilərik. Pərvizə prosta bir ümid verə bilsəydi yaxşı olardı, amma neysə. Şimdi biz de biraz güc çalışaq. Ona kimi videonu dayandıraq. Dostlar, videonu dayandırıram. Biraz güc kasılıb gələm. Gözləyin gələm. Deməli dostlar, videomuza davam edirik. İndi mən bir dənə rebirth atdım. 75 min güc istəyirdi. Mən də rebirthimi atdım və kasıldım biraz. Pərviz də kasıldı. Pərviz yanımdadır. O da kaslanıb. Rebirth atdı o da. İndi təzədən muskul işləyir. Görək indi muskulun nə vaxt yığacaq. Pərviz bizdən zəifdir. Bizim muskulumuz çoxdur. Yəqin küsüb getdi o da. Neysə çıxaq, gedək. Burada bir yax event gəlmişdi. 1 dəqiqəlik falan. İndi davam eləyir hətta. 408 verən gəldi event sayəsində və bunu upgrade edirik. Və bu bizə 100 min verir artıq. Artıq 100 min verən bir eventimiz var. Bu mərdivan da çox yaxşıdır əslində. Belə 2 saatda belə şey çıxmır. Bir dənə lililərlə qazanmışdıq. Onu da qoyaq bura. Bura qoyaq onu da. Bu arada base'imizi upgrade deməmişik. Onu da base'imizi də upgrade edək. İndi onu da 23 level elədik. İndi düşə aşağı base'imizi upgrade edək görək. İndi nə qədər istəyir? 300 min nə azırsa. Biraz upgrade edək base'imizi belə. İndi deməli pulumuzu yığaq. 350 milyon lazımdır bizə təzə dambula keçməyə. Və paşlı 300 milyonumuz oldu. İndi birazdan pulumu yığarım, 300 milyon olar. Biz onun için biraz muskul işləyək. İndi 70-80 min falan. Pərviz muskullanıb rəfti yanımıza. Nə var qardaş? Pərviz nə qədər gücün var? Bir dənə yaz şuna. Nə qədər gücün var? Mənim indi 65 min gücüm oldu. Pərviz mənə damburundan alıb. 20 min gücün az qalır. Mən səndən artıq. Mənim 70 min gücüm oldu. Az qaldı. 20 min gücü var. Neyse 70 min gücüm oldu mənim. Biraz muskul işləyək. Şimdi 80 min gücüm olsun, bir dənə vat blok atım görüm nə olacaq. İndi 74 min oldu, gedək ataq. Pərviz də getdi. Yəqin yürüşüb getdi. Bu oyunda da yermək bir qəribədir. Kastıq deyə biraz qəribə eləyirik. Qud atdıq yenə. Yenə galaksi gəldi. İndi gedək. Neçə metr getdik? 300 metr getdi hələ ki. 500 şansımız oldu. Hər 500 metr getdik. 600 metr, 1090 şansımız var. 600 metrdə getdik. Görək indi nə gələcək. Görək nə gəlir. 240 verən gəldi, Epic gəldi. Bir yaxşı gəldi. Bunun adı nə idi? Yadımdan çıxdı. Kod Hippopotama. Bir dənə də ataq görək indi nə olacaq. Bir dənə də ataq. Atdıq, perfect atdıq. Yəni ən yaxşı atışımızı elədik. İndi görək.
3 metre getdik. 400 metre getdik. Şansımızda 600 oldu, 700 oldu, 1000 oldu. 632 metre getdik və 1100 şansımız var idi. Görək legendary gələ bilər. Bəlkə legendary gəldi. Görək epic gəldi. 116 verir. Yaxşıdır. Sadəcə bir normal halı 116 versə, bunun galaksal bəlkə də 500 verir. Gedək bunları indi düzək. Düzək bir dənə bezimizi bunları qoyaq. Aparaq. Buradan da pulumuzu yığaq görək. Bəli, 350 milyon pulumuz yığıldı. 350 milyon pulumuz yığıldı və indi 420 milyon başlı pulumuz. Aparaq bunları da yuxarı qoyaq. Yuxarıda lirili, larıyla var idi. Görək o nə qədər pul qazandırıb. Bu da ki 6 milyon qazandırıb. 6 milyon da 6 milyondur. Bunu qoyaq bura. Bunu da ki qoyaq bura. İndi bunları upgrade deyək qəşəngcənə. Bu nə qədər verir? 20 min, 26 min verir. Hətta 32 min. Bunu da upgrade deyirik və bu da ki biraz da upgrade deyək bunu. Bu da ki artıq 15 min verir. İndi gedək təzə dambala keçək. Görək rebirth üçün nə qədər göz istəyir? 250 min göz istəyir. Görək təzə dambalımız nətərdir? Bir dənə sənsəyə qaçdı. 11-ci dənə qaçdı. 2 qat pul vezansı gəldi. Gedək burada işləyək də biraz. 2 qat güc qazanırıq burada. Ondan sonra gedək təzə dambalalıq oyuna işləyək də məntiqlidir. Amma biraz vaxt gedək amma nəysə də. Gələk. Bunu da epic verəmişik. Bu 500 power verir. Gələk indi burada işləyək bundan. Ən yaxşı dambul məndədir. İndi 1000 qazanırıq gücümüzü. 8-7 saniyə gedir. 6, 5, 4, 3, 2, 1, 0. Pərviz də buradan biraz etkələndi oyuna. Nəsə biraz da olsa işlədi. Pərvizin beyzi vardı. Gedək Pərvizin beyzinə baxaq görək. Buradır. Aha, Pərvizin beyzi buradır. Bir daha 55 min gücü var Pərvizin qoşaq. Bizimki 95 mindir. Bir daha 17 min verən var. O 65 min verir bu qoşaq. 23 min bir də 18 min verir qoşaq. Qazanırsan, hal olsun. Bir dənə də bizim beyazımıza baxaq. Elə ən az başda 10 min falan verir. Bu nə qədər verir? 2 min verir bu. Bunu bekləməmiş ki. Bu da 10 min versin. Hamısı ən az 10 min versin mənim beyazımda. Hamısı ən az 10 min verməlidir. Ona görə hamısını upgrade deyəcəm. Bu 6 min verir. Bunu da upgrade deyək. 10 min verir bu da. Sonra bunu upgrade deməyin adı yoxdur. Aslında bu olsa heç nədir. Pərviz bizim beyazımıza baxmağa gəlib. Qabaq ağzına çıx qalsın biraz. Çıxaq yuxarı. Yuxarıdakılardan da biraz pulumuzu yığaq. $100 milyon pul yığılıb yuxarıda. Bu nə qədər verir? 6 min qazandırır. 16 min qazandırır. Deyişir gəl bura. Gedək görək. Ha getdi. Ha gəldim. Ya 128 min verir. Gözlə onda. Gəl bura indi sən. Gəl bura. Bu nə qədər verir? Gəl buna bax. Pəmbə. 411 min verir. Ağıllı ol. Bütün pulumu ona xərclədim mən. Bütün nə pulumu? 100 min güc yığıb gələcəm indi. Lucky Block itəliyəyə görək. Hakim itələyə bilirik. Aşağıdan perfect tuturum. Görüm. Globalda da heç nə yazışmayıblar. Birdən indi 102 min gücümüz var. 60 min də çoğun güc var. 103 min oldu. Pərviz də babat göz yığır ha. Gözdən indi bir dənə. Buradan da bir dənə. Bunu götürmüşük. İndi 37 saniyə sonra
güc götürəcək. Təxminən 5-ə də 50 min güc verəcək bizə. İndi bunu itələyək. Görə nə itələdik? Yəni perfectdən biraz az itələdik. Yine Galaxy atmışıq. Görə indi nə gəlir? Epic'in Legendary'nin ucuna kimi 5-ə də gedə bilərik. Legendary'nin düz ucuna gəlib satarıq mı? Satmadıq. Mən həsini gözləyirəm, amma satmadıq. Yəni bir ehtimal Legendary gələ bilər. Yenə eyni gəldi. Kaktoy Fana gəldi. Kaktoy Fotana. Aparaq bunu qoyaq. Təzədən bir dənə də ataq. Prince Sonic. Götürək bunu indi. İndi bunu da işlədək. Görün nə qədər güc qazandıracaq bizə. O 60 min, 163 mindəki mənim gücüm var Pərviz. Qud atdıq. 60-80 o bir şey. Məndə də 163 mindir. Sanki 2 qatədə qaqa. Epic'ə gəldi. Şansımız 2000 olacaq. 1500'dür. Legendary düz qabımız hadi. Perfect atsaq Legendary'yə gedərik. Sonra Legendary'yə gedə biləcəyik. Ondan sonrasında Freely Fruit'la gəldi. Pərviz də buradaydı bir yax. Dedi şurada bax. Tatata sağa götürüb, nə götürüb. Pərvizini götürmüsən. 400 verən götürüb ya. Qud atdıq. Pərvizdə düz qabağımıza gedir. Videonun 3-cü dəqiqəsi, videonun 6-cı dəqiqəsi, 20-ci falan dəqiqədə qutararıq da. Pərviz orada yandı, görə biz orada yanacaq. Biz Pərvizdən qabağa getdik, 700 metr biz yanadıq bizdə. Görə bizə nə gəlir? 116 verən gəldi yenə. Pərviz əşi qabaqda da gedir. Pərviz çatdı. Pərvizdən gəlibdi. Haradadır Pərviz? Pərvizin beyzi düz yanımızda da yaxşıdır. Pərviz yenə atıb deyəsən. Nəsə gedək biz pulumuzu falan yıxaq. Gedək yuxarıda upgrade deyək. Oyda 400 milyon pul yığılıb. Bunun əslində upgrade demək olacaq. Bu da 378 mi verir? Bunu bir tane de upgrade derdim ama bunu da upgrade edeceğim biraz. Bunu da qoyaq Freely. Görək başqa. Bir tane de burada yerimiz qaldı. Bunu da qoyaq Freely da burada qoyaq. İndi bunları upgrade deyək. Bu indi görək nə qədər verir. Heç 20 level eləməsək belə. 20 level elədik. 70 min bu verir. Lap bu da 100 min versin. Şimdi görək. Bu da 100 min verə bilər. Eskisində istəsə. Qızın etdiyi bu da. Bu da 100 min verir. Bu 200 min versin. Çünki bu daha yaxşı bir rotdur. Bunu biraz da upgrade deyək. Və oyun qəşəng oyundur. Xoşum gəldi oyunun. Üçüncüsünü çəkə bilərəm bəlkə də. Bilmirəm, bəlkə çəkdim, bilmirəm. Amma çox qəşəng oyundur, nəsə sardı oyun. Bir dənə də upgrade deyək. Bir dənə də upgrade deyək və 200 min də verir bu. Bunu da upgrade deyək, 100 min versin. Offline olanda bir günə 10 bin qazanıq. Təxminən 11 bu eləyir. Biraz indi buraya götürəcəm çünki. Yuxarıdan son bir dəfə pulumuzu yığaq və gedək aşağıdakı pulumuzu da yığaq. Sonra şu görək nə edə bilərik. Aşağı buradan da pulumuzu yığaq. 200 milyon yığılıb burada. Görürsən 1 milyar yıxa bilərik. 1 milyar yıxa bilsən yaxşı olar əslində. Hər biri 20 min versin baxın. Biraz da upgrade deyək buna. Bunu da upgrade deyək. Sonra bunu da nə qədər verir? 23 min. Biraz upgrade deyək şunumuz. 13 min verir. Bu da 42 min verdi. Bu da 63 min verir. Bu da 43 min verir. Artıq 13 bin qazanırıq offline olanda.
Cüre günlük ödüllerden ne var? 250 min pul belə də. Biraz muskul işləyəm. Mən 200 min muskul yığıb gəlirəm. 200 min güz yığıb gəlirəm. Videomu burada dayandırıram. Deməli dostlar 200 min güzümüz yığıldı. Hətta 204 min oldu. 205 min eləyək. Bu bədənə baxımdır zəhmət olmasa. Bir də ki Pərvizin bədəninə baxın. Pərvizin bədəninə gündədir. Deməli idman eləmir. Hələ bunun bədəninə bax. Bu idman iyisini heç bilmir. İdman sözünün iyisini bilmir. Biz amma idman sözünün bütün hərflərinə qədər hər şeyi yaxşı bilirik. İndi qud atdıq. Yəni yəqin ki çox yaxşı getməliyik. Amma indi bəlkə yaxşı getdik. Epika kimi gəldik və Epikdə dayandıq. Görək nə gəlir. Legendary gəlsə yaxşı olar. 80 falan gəldi. Aparıq evimizə. Bunu da upgrade edək. Sürüşən kimi deyib bənsin. Aha. 2 qat power gəldi. Burada dayanmasaq olmaz axı. İndi 2 qat power gəldi və 2 qat powerimizdən istifadə edirik. 1000 qazanırıq. Pərviz bura nə gəlmir? Gəldi. İndi gəldi. Pərvizin yəqin ki 100 min gücü olar. Yox, Pərviz təzə rebirth atdı məncə də. Hələ 100 min gücü olmaz Pərvizin. İndi biz də görək nə qədər gücümüz olacaq buradan çıxanda. 250 min rahat olar yəqin ki. Elə 250 min ucuzuna bəlkə olar. 250 min gücümüz oldu. Bensin ataq indi 250 min güclə. 255 min. Ataq. İnşallah perfect atsaq. Qud atdıq. Altın olur. Nə olsa altın çıxacaq. Görək indi legendary gedə bilərciyimi. Epika gəldik və legendary'nin düz girişində dayandıq. Çox adamı əsəb edir. Perfect atanmadıq. Perfect atsaq ki atacağıq ora. 74 falan gəldi. Videonu atandan sonra sizə 3-cü bir video borcum var. 3-cü videonu atacağım. Sizə bir dənə video borcum var. O dəfə 2 dənə video atacaqdım amma bir dənə video atmışdım. Bunu da atım elə videonu qutarım. 22 dəqiqə olacaq. 23-cü dəqiqə olacaq. Videonu qutaracağım. Pərviz mən bezmə qabanacaq videonu qutarım. Görək indi nə gəlir son olaraq. Görək nə gəlir və 116 falan epik gəldi. Bir balan eləyir bilalli. Sürü şey buradan gedək. Video dışında bunları upgrade edib qoyuram bezimə. Pərviz cayama. 115 min gücüm var. Yaxşı da Pərviz. Deməli dostlarım bugünlük videomuzun arxa uçurmada qabağıma gələcək. Deməli dostlar bugün videomuzun sonuna gəlirik. Bugünlük bu qədər. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.